Salavatınız xeyir olsun değerli futbol severler. Hevaskar Futbol Ligasının birinci ligasından hər birinizi xoş gördük artıq. Günün ikinci qarşı durmasındayıq. Sabunçu və Balaxanı komandaları qarşılaşır. Hakimin iftiyə də oyuna start verildi. Hər iki komandaya uğurlar arzulayırıq. Bol qollaq, ədalətli, gözəl bir mas didirik hər iki komandaya da. Sizləri indi komandaların heyətləri ilə tanış edəcəm. İlk öncə Sabunçu komandasının heyətləri belədir. Qapıda Fuad, Nail, Pərviz, Bulut, Esmir, Elməddin, İlkin, Orxan, Səxavət və Sənan. Balaxanı komandasının heyətləri belədir. Qapıda 1 Samir, 17, Elmar, 77, Orxan, 8, Elman, 7, Əli, 2, Emin, 9, Vüsal, 10, Hüseyin, 4, Elsin və 11, Anar. Hər iki komanda yenidən uğurları arzulayırıq. Tonirin iş qarşılaşmasıdır onlar üçün həm. Sabunçu komandası üçün həm. Balaxanı komandası üçün hər iki komandaya turnir boyu uğurları arzulayırıq. İlk öncə layiq olan da bu masdan qələbə ilə ayrılsın. Samir indi qaptan zərbə ilə oyun hərəkətli qazandırdı. İləri götürmək keçmədi. Topu qazandı. Sabunçu komandası ileri götürmə. Sol uzaqda. Orxan irəliyə bilmədi. Sağ azdan ötürmə gəlir indi. Qapı qarşı ötürmə. Top qalkiperdə qaldı. Bulut topladı. Ora ötürməsi Esmir istiqamətinə. Zərbəsi də yenilirdi Esmir. Topama səsviyə tuş gəlmədi. İlk təhlükəli epizod. Real gol epizodu Sabunçu komandasından gəlir. Top ikisi gəldi indi Balaxanı komandasında. Top yenidən Sabunçu komandasında da Bulut. İndi Altu yeni yetirdi. Altu top indi Bulut'a gəldi düşürəm. Balaxanı komandası indi hücuma çıxmağı çalışırdı ki, kəsildi qarşısı. Orxan imkan vermədi rəqibin eləməsinə, Altu yeni yetirirdi. Samir Elçin oynamışdı. Yenidən Samir göndər topu. Uzun ötürmə irəli. Başla zərbə gəlir. Qalkiper qapısına diqqətlidir. İləri ötürmə Esmir istiqamətinə. Top meydanda qalmadı. Və qayda pozuntusu təyin etdi hakim. Vermə zərbəsi yeni yetirildi. Topu ram etmək mümkün olmadı. İlkin tərəfindən qapıdan zərbə olacaq. Samir qapıdan zərbə ilə topu oyuna daxil edir. Hüseyin topladı indi. Təzyiq var və qaydanı pozdu rəqibinə qarşı. Topu yenidən qazandı Sabunçu komandası. Götürməyə qarşılandı müdafiədə. Hüseyin sağ azaq oynadı Emin. Çıxmaya çalışır, ona qarşı qayda pozuldu. Topun arkasında Vüsal var. Cərimə zərbəsini o yerini yetirəcək. Akif səsləndi, Vüsal gəlir. Qapı qarşı ötürmə, uzaqlaşdırılır top. Daha doğrusu, altı yollandı. İndi sol cinaqdan. Yox, korner olacaq, korner yeni yetirir Balaxanı komandası. Qapı qarşı ötürmə, Bulut topu uzaqlaşdırdı. İlkin sağ cinaq. Ötürmə düşündü. Ötürmə keçmədi. Altı yollandı, top indi yenidən. Balaxanı komandasında da Samir. Qalkiperdən uzun ötürmə irəliyə doğru Əli istiqamətinə müdafiədə qarşılandı. İləri ötürmə.
İlkin sıramı top qapısı nəzarətinə meydana tərk etdi. Qapıdan zərbə olacaq. Sami qapıdan zərbə ilə topunu daxil etdi. Əli. Təzyiq var Orxandan. Orxan topu qazandı. Qapı qarşı ötürmə. Zərbə indirmə mümkün olmadı. İlkin tərəfindən. Top paralel şəkildə auto yollandı. Sual irəliyə ötürmə kesmədi. Amma top Əlidə qalır indi. Əli. Təzyiq var Əliyə. Top Etsinə meydanı tərk edir. Out. Meydan özlərinə aid olan səsindən. Out yeni yetirir. Sabunçu komandası. Bulut. Yaxşı keçdi burada rəqibini. Amma top meydanda qalmadı. Out Sabunçu komandasında. Hüseyin Balaxana komandasında. Hüseyin topun arxasında da pit səsləndi indi. Hüseyin altdan topuna daxil edir. 17-dən hərəkətli qazandı. Hüseyin qapı doğru zərbə indirdi. Qalkiper. Eminin zərbəsinə də blok gəldi Pərvizə. Out. Altın yetirildi. Uzaqlaşdırıldı müdafiədə. Qapıcı Fuadla qədər gəlib çatdı. O da yanında komanda yoldaşı Bulutla oynadı. Bulutdan irəliyə ötürmə. İkin yerdə qaldı. Oyun davam edir. Orxan topu qazandı indi. Orxan. Və burada Orxana qarşı qayda pozuldu. Emin qaydana pozdu. Rəqibinə qarşı. Topun arxasında Pərviz var. Sağın səthi yerləşdirir. Daşim tərəfindən fit də səslənir. Pərviz gəlir. Tərbəsi indirdi top. Sağın sətdən qaydır. Hüseynə qalır top. Hüseyin. Ayaq saxladı. Təzyiq var ona. Sürməsi dəqiq alınmadı. Out Sabunçu komandasında. Esmir indi dərhal. Outdan. Top oyuna daxil etdi. Ötürmə indi Vüsal. Top meydanda. Meydana qalmamışdı. Altdan topuna daxil edildi. Pərviz. Döndü qapısına Fuad. İlkin oynadı. Tək toxunuşda sol cinatla Pərvizi gördü. Səxavət topladı. Müdafiyyətə qapısına qaytarır Fuada. Təzyiq var Vüsal tərəfindən. Sabunçu komandası təhdid çəkir. Müdafiyyətə təzyiq var çünki Balaxanın komandasından. Top indi meydana tərk edir. Qapıdan zərbə olacaq. Qapıdan zərbə elədi. Oyun hərəkətli qazandırdı Fuad. Orxan sağcına ötürməsi Xavət. Qiymətli topladı indi. Yenidən topu Səxavətə qaytardı. Sol cinatda Orxan var. Orxan sürətlə irəliyir. Qapı qarşısı ötürmə düşündü. Esmir. Dərin meclisində da geriyə ötürmə etdi. Yerdə qaldı Esmir və ona qarşı qayda pozuldu. Təhlükəli nöqtədən indi cərimə zərbəsi yerinə yetirəcək. Sabunçu komandası. Topun arxasında Orxan və Pərviz var. Orxan topu daha yaxında. Orxan gəlir. Zərbəsi indirdi. Top. Sağın sətəti elə meydanı tərk etdi. Azda fərqlə. Qapının yanından. Elməttin indi. Korneri yerinə yetirəcək topun arxasındadır. Elməttin. Sürməsi kesmədi. Pərvizə qalır top. Topa ədə Sabunçu komandasında da. Təzyiq var Pərvizə. Elməttinə qalır top. Elməttin sağcaq oynadı. Orxan topu ram edə bilmədi. Və qayda pozulsu. Təyin etdi Hakim yenidən.
Topun arxasında Pərviz var. Fit səsləndi, Pərviz gəlir, zərbəsi indirdi top. Can sətən qayıtdı, Əksümə çıxın indi. Balaxanlı komandası Elçin zərbəsi indirdi top. Çərçivədən aralı keçdi, komanda yoldaşları ötürmə gözləyirdi ondan, amma o Qapıya zərbə indirməyi düşündü. Zərbəsi dəqiq alınmadı. Qazandı Hüseyin, Emin oynadı, Emin. Emin yerdə qaldı, kim davam deyir, Elməttin topu qazandı. Qarşılıqlı top gəl var komandalarda, sol cama yetti Elməttin. Qapıya zərbə indirdi, son anda Samir və korner. Yaxşı refleks göstərdi, qalkiper önü bağlı idi, görmürdü topu. Bu qarşısını ötürməyə top qapısı da qaldı, dərhal da oyun hərəkəti qazandırdı qalkiper, amma hücuma çıxanda top tikisi gəldi. Yenidən top Balaxanlı komandasına da qarşılıqlı top çıxar var, topun hazır Sabutçu komandasına da və Orxana qarşı qayda pozuldu. Vüsal tərəfindən 5-ci cərimə zərbəsidir, faullarıdır. Balaxanlı komandasının bir qayda pozusu etdikləri təqdirdə 10 metrelik zərbə təyin olmadılar qapılarına. Pis səslənir, Pərviz gəlir. Ötürməsi etdi, qələbə gəldi, son anda Samir və korner. Yox, top sonda Orxana da elə meydana tərk etmişdi. Oyunu başlar kimi belə bildirir. Kapitan zərbəli artıq oyun hərəkətini qazanıb. Orxan topladı. Hüseyin oynadı amma Hüseyin topu ram edə bilmədi. Nail indi, zərbəsi indirir. Yenə də Samir qapısı da diqqətlidir. Elməttin altı yeni yetirdi, Səxavət oynadı. Yenidən Elməttin düşünür. Aşırma oldu bu zərbə, amma qapısı Samir yenə də qapısında diqqətlidir, ardıcıl seyflər də komandasını qoldan xilas edib. Pərvizin zərbəsi də Elçin blok qoydu. Nail altı yeni yetirdi, palyotum etdi sol caha. Orxan görür sağ cahda, Orxan Pərviz oynadı. Topu qazandı Vüsal. 3-1 gəlir Balaxanlı komandası. Ötürmənin qarşısı kəsildi, ötürmə. Topu Elməttinə meydanı tərk etdi. Yerdə qalan bir oyuncu var. Pərviz yerdə qalır. Ümid edilir ciddi bir şey yoxdur Pərvizin. Altdan idi oyun yenidən hərəkətliyi qazandı. Qalkiper Samir topladı. İləriyə ötürmə, Emin ram edir topu. Solcan ötürmə, Elçin. Qapı qarşı ötürmə gəldi, Emin. Sağcan oynadı, Hüseyin. Orxana görür, qapı qarşı ötürmə. Zərəm etisini topu uzalaşdırdı Elçin. Orxana topu hazırda. Out. Out Sabutçu komandasınındır. Səxavət sağ zafda 2 oynadı, amma topu ram etmək mümkün olmadı iki tərəfindən. Out dərhal yetirildi Elçin. Elçin zərbəsi istədiyi kimi alınmadı. Quran zərbə ilə top oyuna daxil edildi İlkin. Sağ açıdan oynadı. Elməttin döndü qapısına. Fuad. Elməttin. Təzyiq var. Elməttinə. İndi alt yeni yetirildi. Vüsal geriyə ötürmə. Orxan topladı.
İndi topu Vüsal qaytardı. Vüsal. Emin. Səxavət. Qarşısını kəsdi rəqibinin. Top indi Sabut komandasındadır. Sağ cəhətdən. Elmətli sürət eləyir. Orxan kəsdi onun qarşısını və qapıdan zərbə olacaq. Oyunda artıq 15 dəqiqəni geridə qoymuşuq və hesab açılmayıb elə ki 0-0'lıq bərabərlik davam edir masda. Baxa görə ikisi də gol görəcəyim yoxsa hələ ikisi də bərabərləmə başa çatacaq. Vüsal topluyor. Hüseyin istiqamət ötürmə, amma top indi Emində qaldı. Eminin zərbəsi qalkiper 2 həmlədə topa sahib oldu Bulut. Yenidən Bulut topladı. Elmətdin, Nail oynayır. Solcan ötürmə. Səxavət topu özü çatdırdı. Orxan. Yerdə qalan bir oyuncu var. Ayağa qalxdı Emin. Ciddi bir şey yoxdur Allah'tan. Oyun deyil. Yenidən hərəkətli qazandı. Vüsal. 23 dəqiqə alınmamışdır. Top indi uzaqlaşdırıldı Sabut komandasında. Out. Orxan out yeni yetirdi. Yenidən Orxan topladı. Top meydanda qalır. Elçin. Bundan biraz iləri bıraxdı. Top sürməsi etdi Elmar istiqamətinə. Topa çatmaq mümkün olmur. Qalkiper vaxtında qapısını tərk etdi və təhlükəni sovuşturdu. Nail. İkili təzyiq var ona. Elmar topu qazandı. Elmar. İlerlemeyen çalışı zərbəsi ödün indirdi. Blok gəldi bu zərbəyə. Elmar yerdə qaldı və qayda pozuldu. Canlı səhət yerləşdirdi. Hakimin bütün gözləyir. Balaxan oyuncular Rəfət səsləndi. Orxan zərbəsi indirir. Top canlı səhətdən qayıtdı. İlmanın zərbəsi də çərçivəyə tuş gəlmədi. Qapıdan zərbə ilə topuna daxil ediləcək. Fuat. Orxan oynadı. Orxan Nail istiqamət ötürmə. Nail topu da özündədir. İndi oynayır Esmirlə. İlk cəhdə ötürmədə alınmadı. İsmir yerdə qaldı. Və indi vara baxladı 6-cı faul olduğu üçün. Vara baxıldıqdan sonra qayda postu təyin etmədi hakim və oyun yenidən davam edir. Qapıdan zərbə ilə yerə ötürmə. Qarşılandı müdafiədə. Uzaqlaşdırıldı. Samir Vüsal oynayır. Vüsaldan ileri götürmə Elmar istiqamətinə. Topu istədiyi kimi rəvam edə bilmədi. Out indi Balaxanı komandasında. Qapısı Fuadın nəzarətində. Meydana tərk etdi. Fuad da indi dərhal Qapıdan zərbə ilə oyunu hərəkətli qazandırdı. Orxan irəliyə ötürmə. 2 istiqamətdə ötürmə düşünmüşdü. Keçmədi. Esmir out yeni yetirdi Orxan. Qapıya zərbə indirmə. Gol! Hesab açılır. Sabutçu komandası bu golla hesabda irəli çıxır. Golun müəllifi Orxandır. Sabutçu komandasında bu golla gol pərdəsi nəhayət açılır. O 2 sənin sonlarına yaxın. İndi Balaxanı komandası bərabərlik qolçu ismi atır. Zərbə gəldi, qalkiper. Zərbə gəldi və gol! Arda gollar istəyir maçda. Bərabərlik qolu 2-1. Elmar hesabı bərabərləşdirdi.
Elmar rəqibinin sevincini qursağında qoydu, boğazlarında qoydu deyə bilərik. Çox çəkmədi. Sabutçu komandasının sevinci. 30 saniyə bəlkə çəkmədi. Dərhal tarazlıq yenidən bərpa oldu masda. Orxan keçməti, yarıya doğru ötürmə. Elçin qarşıladı müdafiyyətə. Top Əvzin nəzarətində meydana sərk edir. Qapıdan zərbə ilə top oyuna indi daxil ediləcək. Fuat Buludlu oynadı. Esmir Pərviz topla da hazırda. Uzun ötürmə, dəqiq alınmadı. Out. Balxanlı komandası indi outda top oyuna daxil edəcək. İrəliyə uzun ötürmə düşünüldü. Və burada İsmirə qarşı qayda pozuldu. Altıncı faal olduğu üçün 10 metrelik zərbə təyin olunur. Sabutçu komandasının qapısına. Yenidən hesabda ilə çıxmaq üçün fürsət yaranır Sabutçu komandasına. Topun arxasında baxaq. Görək zərbəni kim endirəcək? Esmir yerini yetirəcək. Esmir endirdi zərbəni. Esmir və Samir duelosu izləyici. Yaşimin fitini gözləyir Esmir. Fit səsləndi. Esmir gəlir və gol! Sabutçu komandası yenidən hesabda irəlidədir. 2-1. İkinci dəfə artıq bu maçda hesabda irəlidədir Sabutçu komandası. İlk qoldan sonra maalesef mücadələdə uzun çəkməmişdi. Baxa görə bu dəfə Balxanlı komandasının reaksiyası necə olacaq? Uzun ötürmə qarşılandı müdafiədə. Elçin topladı. Və iki qaydana pozdu. İki sənə bitiminə bir dəqiqə qalıb. Tək toxuncu ötürmə, solcu Orxan, qapı qarşısına ötürmə, son anda. İlkin və korner. Orxan indi. Korner yeni yetirir, qapı qarşısına ötürmə, top. Birbaşa altı yollandı. Bulut altda topa daxil etdi. Fuat ötürməsi. İndi top Pərviz atdı. Yerə ötürmə təqiq alınmadı. Elmar zərbə indirmə imkan vermədi. İrəliləməsi imkan vermədi Bulut. Out. Və kimin də fiti səsləndi. İlk hissə başa çatdı. İlk hissə Sabutçu komandasının 2-1 üstünlüyü ilə başa çatdı. İkinci hissədə yenidən görüşmək ümid ilə. Hələlik deyirəm. İkinci hissədən təkrardan bizi xoş gördük futbol sevərlər. İlk hissə Sabutçu komandasının 2-1'lik üstünlüyü ilə başa çatmışdı. İkinci hissədə yenidən iki komandaya uğurlar arzulayırıq. Daha görə bizi ikinci hissədə nə cür qarşı durma gözləyir. Nimətin altı qapı yox zərbə gəldi. Naildən bu zərbə Səsivən üzərindən meydandan çıxdı. Qapıdan zərbə ilə top oyuna daxil edilir. Samir tərəfindən Hüseyin. Uzun ötürmə dəqiq alınmadı top. Fuat topu.
meydandan çıxmasını icazə verdi. İndi Nail oynadı. Nail döndü geriyə, Səxavət. Səxavət Pərviz oynayır. Pərviz sürməsi kesmədi. Blok qoydu orada Elmar. Out. Altın niyyəti edir. Uzun ötürmə gəlir, zərbə gəldi. Top qapının üzərinə, meydandan çıxdı. Qapıdan zərbə olacaq. Salçın ötürmə, topa meydanda qalmadı, qapıdan zərbə olacaq. Qapıdan zərbə də oyuna gətir, qazandırdı o. Baxaq olsun, qalkiperi. Hüseyin yerdə qaldı və ona qarşı qayda pozuldu. Orxan indi cərimə zərbəsini yerinə yetirdi. Yenidən Orxan qaytardı o qapısına. Samir təzyiq var. Elmətdindən risk oynadı. Qalkiper amma top hələ də komandasında da ikindi topu qazanmağa çalışır. Korner. Bu təzyiq öz bəhrəsini verdi. Korner qazanır Sabut komandası. İlkin korner yetirdi. Pərvizə oynamışdı. Elmar topu qazandı. Elmir. Üzü istəyirəm. Alt Sabut komandasında. Altın yetirdi. Nail. İlki düşündü. Hüseyin imkan vermədi. Ötürmətəyə qalınmadı. Out. Yenidən Sabut komandası. Altdan oyun hərəkəti qazandırdı. Pərviz Nail oynadı. Nail. Sağda Elmətli düşündü amma Orxan imkan vermədi topun. Elmətlə satmasına. Yaxşı keçdi orada Elmar rəqibini. Səxavət sona qədər mübarizə apardı. Korner olacaq. Yox, out yenidir. Bir sual zərbəsi indirdi. Son anda qalkiper dəf etdi bu zərbəni. Yenidən out yerinə yetirəcək Balaxanlı komandası. Qayda pozuldu. Elmətdin Elmara qarşı qaydanı pozdu. İndi təhlükəli nöqtədən Balaxanlı komandası cərimə zərbəsi yerinə yetirəcək. Fitsə səndi, Elmar gəldi zərbəsi indirir. Top Cansətdən qayıtdı. Komandasının tək qolu mənfidir Elmar. Hüseyin idi, döndü geriyə. Samirdən irəliyə uzun ötürmə. Top meydanda qaldı, səhv etmirəmsə yox. Meydanın tərkəsi qapıdan zərbə ilə. Top oyuna daxil etdi, Fuad uzun ötürmə. Elmar istiqamət. Elmətli istiqamətinə müdafiədə. Hüseyin imkan verilmiş. Sənə uzun məsafədən zərbəsi top çərçivədən yan keçdi. Samir indi Hüseyin oynadı, sağcan ötürmə. Emin solca aparlı ötürmə yaxşı aldı Elmar istiqamətinə. Və burada Pərvizə qarşı qayda pozuldu Elmar tərəfindən. Pərviz cərimə zərbəsini yetirdi. Səxavət sol cinaqda Sənan oynadı. Nail topladı. Nail zərbəsi indirir. Top alt çəklə. Çərçivədən aralı keçdi. Artıq oyun hərəkəti qazanıb. Dərhal qapıdan zərbə ilə uzun ötürmə dəqiq alınmadı. O birbaşa meydana dəqiq etdi.
yenidən Sağbuzu komandasının hücumunu izləyirik. Səxavət ara ötürməsi Hüseyin qarşılayır müdafiədə. Sənan altı yeni yetirdi artıq. Pərviz topladı meydanın özlərinə aid olan səsini də qapısına ötürməkdir qapısı. Uzun ötürməyə. Birbaşı top qalçıp qədər gəlib çatdı Samirə qədər. Emin. Anar indi Hüseyin oynadı. Sol uzaqda Orxan topladı. Orxan Elmar da oynayır. Qapı qarşı ötürmə gəldi. Amma Anar ayağına sildi. Topu bildirdi komanda yoldaşına. Altı yollandı birbaşa. Elməttin sağ uzaqda sürət yığıb Elməttin. O meydandadır. Qapı qarşısına ötürmə etdi amma orada heç bir komanda yoldaşı yoxdur. Cəmə meydan çasında Sənan. Zərbəsinə blok qoydu Hüseyin müdafiədə. İnanılmaz təsir bağışlayır. Və qayda pozuldu. Sənana qarşı. Səxavət Cəymə zərbəsini yetirdi. Elməttin istiqamətdə ötürmə gəldi. Yenidən topu Səxavətə qaytardı Elməttin. Anar ara ötürməsi. Anar istiqamətə yenidən. Top meydanda qaldı amma Səxavətdə qalır top. Nail yaxşı düşünmüşdü Elməttinə. Elməttin hərəkətlənmədi o istiqamətə və time-out götürüldü. Time-outdan sonra yenidən görüşmə ümid edirəm. Hələlik deyirəm. Time-outdan sonra o yenidən hərəkətliyi qazanır. Altı buna daxil edildi. Orxan bu ötürməsi altı yollandı. Bulut. Elçima qarşısında Into meydanı tərk etdi. Out. Altın yetirdi. Qapı 9 ərə gəldi. Top qapının üzərinə meydanını tərk edir. Qapıdan zərbə ilə Fuat indi topu oyuna daxil etdi. Esmir yaxşı al topu önünə. Ötürməsi də etdi. Zərbə də gəldi amma dəqiq alınmadı bu zərbə. Üçüncü qola çox yaxınlaşdı Sağbucu komandası. Az da dəqiqlik çatmadı. Topun tora daxil olmasına indi qayda pozuldu. Esmir qaydanı pozdu. Solca ötürmə gəldi Elmar istiqamətinə. Elmar yanında Orxanı gördü. Orxan sağca aparlı ötürmə Elçin istiqamətinə. Top Bulutda qalır. Yerdə qaldı Pərviz Hakim tamam deyir Elmar. 2 gəliblər indi Elçin. Ötürməsi kesmədi Bulut. Topu kornerə göndərir. Out. Sağbucu komandasında. Orxan bu ötürməsi birbaşa qalkipə qədər. Gəlib çatdı top. Hüseyin. Orxan oynamışdı indi. Elçini topladı. Elçin istiqamət ötürmə gəldi. Elçinə təzyiq var. Top meydandadır. Hüseyin döndü qapçısına. Samir. Bu ötürmə kesmədi. Amma top Baxana komandasına da Elmar. Qapı qarşı ötürməyə. Top Emin öndə qalmışdı amma biraz ayağını irəyə bıraxdı. Top qapçıya qismət oldu. Orxan qapçı öz ötürməsi edir amma Esmirə çatmadı top. Top bir də başı meydana tərk etdi. Qapıdan zərbə ilə oyun hərəkətliyi qazandı yenidən bu dəqiqələrdə. Temp yüksək səviyyədədir. Emin yerdə qaldı. Hakim babam deyir. İndi altı yetirdi. İndi Cəmilə yetirdi. Elçin qapı qarşısına düşündü. Bulut kəsdi. Bolçimənin qarşısına. Koner yetirdi. Top qapçı. Fuatda qalır. Fuatda Orxan oynadı. Orxan Pərvizi gördü. Təzyiq var. Baxana komandasından yerdə.
Top meydanı tərk etməyib. Top meydanı tərk etməyib. Hüdov zərbə gəlir top. Burada deyirək meydanı tərk etdi. Korner. Korner yetirildi. Orxan. Zərbə gəlir. Asfəklə. Top çərçivədən aralı keçdi. Fuad indi. Kaptan zərbəni yeni yetirir. Salan oynadı. Yenidən topu Fuada qaytardı. Yanında Bulutlu oynuyor. Bulutdan irəliyə. Ötürməm orada heç bir komanda yoldaşı yoxdur. Hüseyin döndü qapısına. Samir. Samirdən irəliyə uzun ötürmə. Müdafiədə Pərviz qarşıladı. Çatma mümkün olmadı Orxan tərəfindən. Out. Out yeni yetirilir müdafiədə. Hüseyin yenə qarşılayır. Tək başına müdafiənin yükünü çinlərinə götürüb Hüseyin bugün. Hüseyin topu özü saxladı amma indi top çıxısı gəldi. Orxan. O da sürməsi dəqiq alınmadı. Elmar solca düşünür. Top Pərvizdə qaldı. Ötürmənin qarşısını kəsdi. Solca Orxan sıqamətə ötürməni topa çatmaq mümkün olmadı. Out. Out artıq yeni yetirilib Hüseyin. Sabutçu komandası out'u yeni yetirdi ama hakim məsafə verməli olduğunu bildirir Hüseynə. Yenidən out yeni yetiriləcək. Top birbaşa out'a yollandı sağdan bu dəfə. Balaxanı komandası out'u yeni yetirdi. Orxan qapısına döndü. Qapıcı ötürmədə səhvi yol verdi. Korner. Təzyiq bəhrəsini verdi Sabut komandasına. Qapı qarşısına ötürmə. Uzalaşdırılır top. İndi əksuna çıxmaq çalışır Balaxanı komandası. Elman. Qapı qarşısına ötürmə. Son anda Pərviz və korner. Uzun çatdırdı. Təhlükənin qarşısını kəsdi. Elman indi. Yeni yetirdi. Korneri topu yenidən Elmandadır. Out Sabut komandası. Yeni yetirilməlidir bildirir oyunu. Hakimi. Yakın oynayın. Orhan girme. Sen gitti. Eti girme çok sakin. Orhan sende Orhan. Saraya bırak onu. Kraydaki Out indi. Yeni yetirildi. Orxan sıqamətə ötürmə gəldi. Orxan təzyiq var. Orxan aşırı təzyiq var. Orxan oradan tutmağı bacarır. Zərbəsini indirir. Golkiper. Tərəf etdi bu zərbəni. Orxan necədir? Gözəl çıxdı o təzyiqin altından. Özünə zərbə mövqeyini tapdı. Zərbəsini golkiper tərəf etməyi bacardı. Elman sağ tərəfdən özü irəliyir. Heç kim yoxdur qapı qarşısında. Elməddin indi. Topladı. Nail oynayır. Nail ağır ötürməsi. İlkin istiqaməsinə. Orxan düz istəyəm. Orxan. Ötürmə kesmədi. Amma Orxan yenidən qazanır topu. Ötürməsi edir. Elməddinə zərbə indirməyə imkan vermədi. Müdafiəçilər out. Pərviz altı yeni yetirir. Elməddin oynadı. Elməddinin bu ötürməsinin qarşısını kəsdi Elman. Yenidən out olacaq. Pərviz solcan ötürmə. Zərbə. İstədiyi kimi alınmadı Elməddinin. Qapıdan zərbə ilə oyun hərəkətliyi qazandı yenidən. Samir Elçin oynadı. Bu dəqiqə qol axtarır. Balaxana komandası amma ötürmə səhvi yol verildi. Samir. Sorsalir komandasını. Qapıdan zərbə olacaq. Yeni yetirildi qapıdan zərbə. Vüsal. Yerə doğru ötürmə. Hüseyin istiqamətinə. Hüseyin yeni topu Vüsala qaytardı. Vüsal. Top çıxı gəldi Balaxanı komandasında. İndi Sabut komandası hücumunu izləyir. Yarı ötürməsi. Orxan müdafiədə qarşıladı.
Top hal-hazırda Yedən. Balaxanlı komandasında da Orxan bərabərlik qolu üçün hücuma atılır. Balaxanlı komandası mütləq qol lazımdır, ən azı bir xal üçün. Balaxanlı komandasına. Ensin topladı. Topu özünü yaxşı saxladı Elfin. İkinci cəhdi yaxşı alınmadı. Elməkdin top. Qayda pozuldu Elfinə qarşı. Sarı vərəkə ilə cəzalandı Elməkdin bu epizodda qayda pozulmasına görə. Zərmə zərbəsi indi yeni yetirildi Orxan. Qapısı oynadı Samir. Cürməsi dəqiq alınmadı, out. Sabut komandasını dərhal da out'u yetirdilər Nail. Nail topladı. Nail yaxşı saxla topu özündə. Yenidən Sabut komandası uzun ötürmə. İkinci istiqamətinə top qapıcı nəzarətində. Qapı xəttindən meydandan çıxmışdı. Hüseyin qalxdı, düşdü, qalxdı, irəliyir, zərbəsi indirir, qapı dirəyi, təkrar zərbə mümkün olmadı. İndi gəlir zərbə, top, kiperdə qaldı. Uzun ötürmə qapı qarşısına, top indi meydana tərk etdi, vara müdaxilə olacaq. Vara baxıldıqdan sonra qərar veriləcəyinə baş verdi orada. Vara baxıldıqdan sonra qol qərarı alınmadı. Qapıdan zərbə olacaq. Elə bir görsəniz. O görə görsəniz. Oyun yenidən indi hərəkətli qazanır. Artıq bir xeyli vara baxıldı. Altın yeni yetirildi Səxavət. Hərəkətdə və altındır. Balaxanlı komandası yetirir. Solca ötürmə Hüseyin zərbəsi indirir. Blok gəlir Səxavətdən və korner. Qapı qarşısına ötürmə, zərbə indirmək mümkün olmadı. Out. Sabutçu komandasının 2-1 üstünlüyü davam edir artıq oyunun sonlarına. Daxil olmuşuq. Elçin indi. Ötürməsini etdi. Emin. Öndə qal zərbəsi indirir. Qapı dirəyi. Qapı dirəyi yenə məyus edir. Balaxanlı komandasına. Altın yetirildi Elçin. Keçdi orada rəqibini. Yerdə qaldı və qapıdan zərbə olacaq. Hakim Dağın 1. Dərhal da qapıdan zərbə ilə topuna daxil edilir. Pərvizin qarşısını Emin kəsdi və qaydanı da pozdu Pərviz. Qapıdan zərbə ilə olsun. Dəmir zərbəsindən. Top oyuna daxil edildi. Vüsaldan irəli ötürmə qapı qarşısına. Səxavət qarşıladı müdafiədə. Pərvizin önünə qaldı. Pərvizin zərbəsi son anda Samir. Rəqibinin qarşısına almağı bacardı. 3-cü gol olmağı oldu. Komandasını oyunda tutur. Bu seyvi ilə hər şey bitə bilərdi. O zərbə qapıya daxil olsaydı sonra. Samirdən irəliyə ötürmə İsmir qarşıladı. Emin solcun ötürmə. Hüseyin topu ram edə bilmədi. Sürətdə ötürmə alınmışdı. Qapıdan zərbə ilə top oyuna daxil edildi Pərviz. Hüseyin önü olmağa çalışdı. Səxavət kəsdi onun qarşısına. Ləngitdi bir xeyli Hüseyini. Orxan Emin istiqamətə ötürmə Emin. Sağ cahda Vüsal var. Zərbəsi indirdi Vüsal top. Sivətən yan keçdi.
Buradan zərbə ilə Dikoya daxil edildi. Sami qapısını tərk edir, topu uzaqlaşdırır. Out yerinə yetirilməlidir. Bulut uzun ötürmə edir. Elçimi istiqamətinə Orxan qarşıladı. Top indi yenidən Balaxanlı komandasındadır. Elçin bərabərlik qolu üçün hücuma atılır bu dəqiqələrdə. Oyunun sonlarda artıq Emin zərbəsi indirir, amma bu zərbə qeyri dəqiq alındı. Hakimən qarşısını Emin kəsdi. Hakimin də final fikri səsləndi. Maç başa çatır. Sabucu komandası 2-1 hesabı ilə qələbə qazandı. Təbrik edirik Sabucu komandasını. Növbəti oyunlarda hər iki komandaya uğurlar arzulayırıq biz də. Röportajımız burada yekunlaşdırır. Növbəti maçlarda yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.